Deməli uşaqlar bilirsiniz ki, dərsimiz feilin şəkilləridir. İndi feilin şəkillərindən suallar verəcəm. Sualları cavablandıracaqsınız. Cavablandıranlar o biri sıraya keçir. Cavablandırılmayanlar, səhv cavab verənlər arxa sıraya. Aha. Başladıq. Feilin neçə şəkli var? 6 tane şəkli. Vacib şəkli, əmr şəkli, xəbər şəkli, lazım şəkli, şərt şəkli, bir də arzu şəkli. Keç, Ləman düzdür. Aydan, feilin hansı şəkillərinin özünə məxsus şəkilçisi yoxdur? Xəbər bir də əmr. Xəbər əmr, keç, Aydan doğrudur. Ömər, biraz arxaya dur. Dediyim cümlədə feilin hansı şəkli olduğunu mənə deyirsən. Oxunmalı kitablar ayrılmışdır. Oxunmalı kitablar ayrılmışdır. Mən burada oxunmalı feili sifətdir. Aha, bəs başqa? Burada başqa feil yoxdur. Ayrılmışdır. Mən burada da ayrılmışdır xəbərdir. Aferin, keç, Ömər keç. Şəhriyar, deməli, feilin hansı şəkilləri və yaxud da şəkli inkar şəkilçisi maməni qəbul etmir? Lazım. Lazım şəkli, keç, doğrudur. Deniz, feilin şərt şəklinin şəkilçisini denən? Şərt şəkli. Aha. Deyəməyəcəm. Yaxşı, vacib şəklinin şəkilçisini denən? Deyəməyəcəm. Bir şey deyim, onu deyim. Yaxşı. Məsələn, deyirəm, bu da Deniz əlavə güzəşt elədi. Uşaqlar bugün bizə gəlməlidirlər. Bəli. Burada hansı şəkildən istifadə olunubdur? Feilin hansı şəkli var? Uşaqlar bugün gəlməlidir. Uşaqlar bugün Məli. Aha, məli. Bu feilin hansı şəklidir? Vacib şəklidir. Keç. Bir suala cavabı sən ver. Hansı şəkil? Vacib şəkli, doğrudur. Başqa? Yox. Aha, vacib şəkli. Bir də hansı şəkil deyilən yaranır inkarı? Oğuz arxaya keç. Xalid cavab ver. Lazım şəkli və? Vacib şəkli. Doğrudur. Xalid keç. Əlim. Feilin hansı şəklinin özünə məxsus şəkilçisi yoxdur, amma zaman şəkilçisi ilə müəyyən olunur. Xəbər şəkli, keç, doğrudur. Seyid, xəbər şəklindən başqa digər feilin şəkilləri hansı zaman məzmunu daşıyırlar? Feilin xəbər şəklindən başqa digər şəkillər hansı zaman məzmunu daşıyır? Keçmiş, gələcək. Hansı zaman məzmunu daşıyır? Biri. Gələcək. Gələcək zaman, keç, doğrudur. Coşqun, lazım şəklinin şəkilçisi? Asəsi, doğrudur, keç. Rəşad, feilin şəkillərindən hansından sonra mütləq vergül işarəsi qoyulmalıdır? Şərt şəkli. Doğrudur, şərt şəkli. Sübhan birdən feil götür. Qaç. Qaç feilini feilin arzu şəklində şəxs rəvizə dəyiş. Mən qaçam, sən qaçan, o qaçar, biz qaçaq, siz qaçasınız, onu qaçasıdır. Müəyyən səhvlərə yol verdik. Mən qaçam, sən qaçasan, o qaçar, biz qaçaq, siz qaçasınız, onlar qaçarlar. Keç. Murad, feilin, deməli, feilin şəkillərini say. Feilin şəkilləri. Aha. Arzu, vacib, lazım, xəbər. Aha. Xəbər. Şərt, Şərt, lazım. əmr. Bunlardan hansının özünə məxsus şəkilçisi yoxdur dedik? Aha, özünə məxsus şəkilçisi yox. Yox. Özünə məxsus şəkilçisi olmayan? Yox. Xəbər, bir də əmr. Xəbər, bir də əmr. Keç. Zəhra, bir dənə feil götür. Oxu. İndiki zaman şəkilçisi hansıdır? Ür. Bir dənə feil götür, indiki zamanda dəyiş. Qızım, ır. Mən oxuyuram. Mən oxuyuram, sən oxuyursan, o oxuyurdu. Biz oxuyuruq, siz oxuyursunuz, onlar oxuyur. Keç. Kənan, feilin şəkilləri sən də say. Feilin şəkilləri. Şəkillər. Şəkillər, arzu, xəbər. Aha. Şərt. Vacib. Vacib, xəbər. Lazım. Lazım. Keç. Feilin hansı şəkillərinin inkarı deyilən yaranır? Vacib bir də lazım. Vacib bir də lazım, doğrudur. Feilin vacib şəklinin şəkilçisi müəlliməli. Bir dənə feil götürürsən. Gəl feilini vacib şəklində dəyiş. Mən gəlməliyəm, sən gəlməlisən, o gəlməlidir. Biz gəlməliyik, siz gəlməlisiniz, onlar gəlməlidir. Aha, doğrudur və bayaqki sualıma qayıdıram. Feilin vacib şəklinin inkarı hansı hallarla, hansı formada düzəlir? Mənə bir də deyil. Aferin, keç. Dərya, bir dənə feil götür. Yaz. Yaz feilini əmr şəklində birinci şəxsin cəmində işlət. O yaz. Birinci şəxsin cəmində. Birinci şəxsin cəmində biz yazarıq. Eyni feili birinci şəxsin cəmində arzu şəklində işlət. Biz yaz. Düzdür. Biz yazarıq. Düzdür. Bəs yaxşı, bunları necə fərqləndirəcəm? İkisi də biz yazaq oldu. Köşə-keçə ayırmaqlar. Bir də ədəbləri kömək. Doğru. Keç. Emin, bir dənə feil götür. Oxuyuram, oxumaq feili. Feilin şərt şəklinin şəkilçisi hansıdır Emin? Şərt şəkli. Oxumalısan. O vacibdir. Şərt şəkli. Oxusan. Ayso, şəxslər üzrə dəyiş. Mən oxuyuram. Mən oxudum, sən oxudun. Sağla düzəldir, yaxşı şərt şəklində. Mən oxusam, sən oxusan, o oxusa, onlar oxusa, biz oxusaq, siz oxusaq. Siz oxusanız, onlar oxusalar. Keç. Sən cavab ver qızım, Aylin. Feilin hansı şəklinin inkarı həm deyilən, həm də mamə ilə yaranır? Bəli, vacib şəkli. Keç. Mələk, oxunmuş məktublar göndərildi. Burada feilin şəkilləri və yaxud da feilin şəkli. Feilin şəkli, keçmiş zamanı. Aha, göndərildi. Bəs burada oxunmuş nədir burada? Oxunmuş məktublar göndərildi. Oxunmuş nədir burada? Sual ver. Hansı? Deməli nədir bu? Feili sifət. Feili sifət, doğrudur.
Nilay feilin hansı şəkilləri, gözə məxsus şəkilçisi yoxdur. Əmrindən xəbər. Bəs xəbər şəkli hansı şəkilçilərlə müəyyən olunur? Zaman. Zaman şəkilçilərlə keç.